Hər birinizi salamlayıram. Bu gün sizlərlə Səfəvi Osmanlı müharibələrinin mərhələlərinə baxacağıq. Deməli, Səfəvi Osmanlı müharibələri 1514-cü ildə başlamışdır. Birinci mərhələ 1514-1555-ci illəri əhatə etmişdir. Bu mərhələ 1555-ci ildə Amasya sülhünün imzalanması ilə başa çatmışdır. Növbəti mərhələ 1578-1590-cı illəri əhatə etmişdir. Bu mərhələ isə 1590-cı ildə İstanbul sülhünün imzalanması ilə başa çatmışdır. Daha sonraki mərhələ 1603-1612-ci illəri əhatə edir. Bu mərhələ isə 1612-ci ildə Sərab sülhünün imzalanması ilə başa çatmışdır. Bu sülhə 2-ci İstanbul sülhü də deyirlər. Növbəti mərhələ 1616-1618-ci illəri əhatə etmişdir. Bu mərhələ isə 1618-ci ildə Mərənd sülhünün imzalanması ilə başa çatmışdır. Növbəti mərhələ isə 1622-1639-cu illəri əhatə edir. Bu mərhələ isə 1639-cu ildə Qəsri Şirin sülh müqaviləsinin imzalanması ilə başa çatmışdır. Ən sonuncu mərhələ isə 1730-cu ildə başlayıb 1735-ci ildə bitmişdir. Artıq bu mərhələ ilə Səfəvi Osmanlı müharibələri sona çatmışdır və 1735-ci ilin sonunda Osmanlı qüvvələri tamamilə Cənubi Qafqazdan çıxarılmışdır. Və bununla da Səfəvi Osmanlı müharibələri tamamilə sona çatmışdır. İndi isə ümumi olaraq nəzərdən keçirək. Deməli, Səfəvi Osmanlı müharibələri 1514-cü ildə başladı və birinci mərhələ 1514-55-ci illəri əhatə etdi. Bu mərhələ 1555-ci ildə Amasya sülhünün imzalanması ilə sona çatdı. İkinci mərhələ 1578-ci ildə başladı, 1590-cı ilə qədər davam etdi və bu mərhələ 1590-cı ildə İstanbul sülhünün imzalanması ilə sona çatdı. Növbəti mərhələ 1603-cü ildə başladı, 1612-yə qədər davam etdi və bu mərhələ 1612-ci ildə Sərab sülhünün imzalanması ilə sona çatdı. Daha sonraki mərhələ 1616-18-ci illəri əhatə etdi. Bu mərhələ 1618-ci ildə Mərənd sülhünün imzalanması ilə başa çatdı. Növbəti mərhələ 1622-39-cu illəri əhatə etdi. Və bu mərhələ Qəsri Şirin sülhünün imzalanması ilə sona çatdı. Ən sonuncu mərhələ isə 1730-35-ci illəri əhatə etdi. Və nəhayət 1735-ci ilin sonunda Osmanlı qoşunları Cənubi Qafqazdan tamamilə çıxarıldı.